Avtomobillərin alt işlək hissələrinə qulluq vacibdir. Əksər sürücülər heç nə olmaz deyib çuxurlar və kələkötürlü yollardan keçir və sonda da avtomobildə ciddi problemlər yaranır. Bu da sürücüləri təhlükə altına. Avtomobilin alt işlək hissələrinin sazlığı nəqliyyat vasitəsinin idarə olunmasına təsir edir. Avtomobilin əsas detallarından biri əyləc sistemidir. Əgər idarə edən zaman avtomobil bir tərəfə çəkilirsə və ya titrəyirsə, bu artıq nasazlıqdan xəbər verir. Avtomobil getdiyi zaman tormozlanma etdiyi halda avtomobilində, təkərlərində, yəni tormozlanma düzgün şəkildə getmir. Nə olur? Bu gördüyünüz tormoz qəlibləri burada yerləşir. İçindəki olan tormoz mayesi, yəni jidqis deyilsə el arasında. Bu vaxtında dəyişilmədiyinə görə çox çirkli olduğu üçün sızıntılar baş verir və tormoz mayelərində problem yaranır. Tormozlanma zamanı o ki, burada sıxılmalıdır ki, tormoz qəlibləri bu tormoz aporlarını yəni saxlasın deyənə. Burada da yağlanma olduğuna görə satarmajeniyalar da baş verə bilər, buxarlanmalar da baş verə bilər və s. və ilaxır. Bir neçə problemlər yarana bilər. Ümumiyyətlə, avtomobilin alt işlək hissələri mütəmadi usta nəzarət altında olmalıdır. Bundan başqa, nəqliyyat vasitəsi idarə olunan zaman səs-küy gəlirsə, təcili servisə müraciət olunmalıdır. Bir aydan bir, 2 aydan bir punniklərə bax keçirilməlidir ki, punniklər yırtılan zaman su girir içərisinə, xarab edir. Şara boylardır, alt aporalar, onlara da baxış keçirilməlidir. Sırğalardır əsasən, əsas arxa salin bloklardır, bunlar da xarab olan, onlara da baxış keçirilməlidir. Bir detal dəyişilməyəndə ikinci detalı zərər görür. Amortizatorlar 60 mindən bir dəyişilməlidir. Sürücü onu rahat şəkildə idarə edərsə, o 100 mində gedə bilər. Avtomobillərin alt işlək sisteminə qulluq zamanı təkərlərin balansına da diqqət yetirilməlidir. Bu proses hər 10.000 kilometrdən bir yoxlanılmalıdır. Ələkbər Salih, Elxan Novruzov, Telesər.